Şəkidə Konstitusiya və Suverenlik ili münasibəti ilə tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı, Şəki şəhər icra hakimiyyəti və Şəki Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ərazi partiya təşkilat sədrləri, partiya fəalları, idarə və təşkilat rəhbərləri iştirak ediblər. Çıxış edənlər suverenliyimizin tam bərpa olunması və qorunmasının dövlətin müstəqilliyi üçün vacibliyindən, bu sahədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi xidmətlərindən, dövlətçilik və suverenlik prinsiplərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, 44 günlük vətən müharibəsində əldə olunan şanlı qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunub. Bugün də Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirir. Sonra Konstitusiya və Suverenlik ilinə həsr olunmuş video çarx nümayiş etdirilib. Yekunda Yeni Azərbaycan Partiyasına qəbul olunan yeni üzvlərə vəsiqələr təqdim olunub.